Azərbaycan repinin atası sayılan Anar Nağılbaz bu günlərdə Lidia telekanalının ən baxımlı və ən reytinqli verilişi sayılan Həyat dərsində qonaq oldu. Lamiyə Ələkbər qızının komandası Anar Nağılbazı tapmağa nail oldu. Daha sonra Lider maqazinə ekskluziv açıqlamalar verən Anar görün nələr danışdı. Reper Anar Nağılbaz çoxdandır efirlərdən uzaq düşməsinin səbəbini Lider maqazinə danışdı. Yaradıcılığımda fasilələr falan belə olub. Ay Anar, bütün bunların səbəbi öz səhlənkarlığından da ola bilərmi? Yəni birinci növbədə öz səhlənkarlığım, yəni ki, bunları boynuma alıram. Nağılbazın ürəyi deyəsən doludur. Dəyirman qrupu yoxdur bu dəqiqə. Onlar da hərəsi bir yerdə televiziyalarda filan belə işləyirlər. Mir Yusif içərimizdə maşallah daha çox zirəng oldu. Və halal olsun deyirəm, yəni onu maşallah. Yəni niyə Mir Yusif bacardı, Anar bacarmadı onu? Layihələrin gerçəkləşməsi pula paraya bağlıdır deyə. Yəni o pul paranı bizdə o layihələri gerçəkləşdirmək üçün olmadığı üçün biz biraz axsayırıq. Bəzi sənət yoldaşlarının irəliyə getməsi deyəsən reperimizi biraz qısqandırır. Paxıllıq çəkməyinə çəkirəm. Çəkirəm, mənim hətta belə bir şeirim də var. Paxılam, hər şeydə, hamıya paxıllığım tutur. Bilən olmasa da sifətim budur. Körpəyə paxıllıq edirəm, dərqəm ondan qaçaq. Mən yaşa dolanda o hələ gənc olacaq. Anar hansı reperimizin dövrünü qızıl dövr adlandırdı? Əlbəttə Hüseyin böyük bir rəhmətlik, böyük bir iz qoydu getdi. Yəni o dövr qızıl dövr idi, rəp üçün xüsusən. Amma ondan sonraki dövrdə fasilələr yaranıb. Sənətçi deyəsən yenidən öz səhnəsinə qayıtmağı düşünür. Verin mənə külüngi, çapım dağları. Amma bu səhnəyə qayıtmaq üçün onun qarşısında bir çox problemlər dayanır. Yaşımız o dövr deyil biraz. Söhbət ondan gedir ki, biraz yaş keçir falan. Evli idi səhv eləmirəmsə. Bəli. Neçə övladınız var? 2 evladım var. Bəs görəsən 2 övlad atası olan Anar öz ailəsinin tələbatlarını nə cür qarşılayır? Bu dövrdə də yəni ata köməkliyi ilə yaşayırıq. Nəqliyyat vasitəsi olaraq nə ilə gedib gəlir? Bilirsinizmi, xalqın içindən olan bir insan kimi heç zaman çəkinməmişəm, utanmamışam. İstər avtobusa minməyə, istər metroya minməyə, istər məsəl üçün. Yəni maşınlı dövrlərim də çox olubdur. Bir 20-yə yaxın maşınlarım olub falan belə. Niyə itirdiniz? Bax o maşınlı dövrlərinizi, o pul, ətək pulları niyə görə itirdiniz? Bizdən asılı olmayan bəzi səbəblər də olur. Güman eləyirəm yaxşı olacaq hər şey. Nəyə görə? Səbəb demədiniz. Səbəb nədir? Bu səhvlərimizi düzəldəcəyik, Allah qoysun. Sonda Anar Nağılbaz yeni işlər yaratmaq üçün dostlarından dəstək gözlədiyini dedi. Tək əldən də səs çıxmır inşallah. Yəni o səsləri gözləyirəm. Allah qoysa ki, eşidib, görüb bilsinlər və bizi inşallah bir işlə təmin etsinlər.